Salam, axşamınız xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində 4 otaqlı ev çıxdı satışa, amma kürsülü evdir. Bax, gördüyünüz kimi, belə kürsülü evdir. 4 otaqlı ev 102 min manata. 12-nin 13-ə deyib, təsəvvür edin. 12-nin 13-ə. Yerləşdiyi ərazidə, Saray qəsəbəsində Oba market var, yanından da asfalt yol gedir içəri Üzümlüyə. Həmin o birinci obadan keçəndən sonra qabaqda bir dənə də təzə oba açılıb, ikinci oba. İkinci obanın düz yanındadır. Yolun qırağındadır, düz darvazanın ağzından Sumqayıt marşrutu keçir. Bakı marşrutları əsas yol almaq birinci obanın yanındadır. Qaz, su, işıq sayğacları var, kanalizasiyası mərkəzidir. 3 dənə sayğacın, 3-ü də qapıda hazırdır. İnşallah gəlib bu evə baxanda sayğacları göstərəcəm, görəcəksiniz. Torpağının çıxarışı fərdi yaşayışdır. Yəni bu evi alıb, kupça alıb qeydiyyata düşə biləcəyiniz bir evdir. Onu demək istəyirəm. Şəbəkə pəncərə iləndir. Çox belə başqa bir proyektdir. İndi inşallah sizə göstərəcəm. Evin 4 bir tərəfinə fırlanmaq olur. Bu tərəfdən də bax belə bir məsafəsi var. Buranı zəhmət olmasa göstərək. Hasarın qıraqlarında hamısında işıqları var. Oradan göstərən bəs eləyər. İndi zəhmət olmasa gəlin bir buranı göstərək. Bax bu da ki, görürsünüz qaz xəttinə qədər çəkilib. Hazırdır. Bir dənə kuxuna mebeli, özdə kombi də olmayacaq bu evdə. Çünki ev boya hamısı istif oldu. Burada bax betondur, görürsünüz. Bütün evin polu hamısı betondur. Yerin də qəşəng beton təşkil ediblər. Hətta bura pəncərə də qoyulub. Razetka, işıq, kulçatorlar hamısı hazırdır. Bura kombinin yeridir yəqin. Burada kombinin yeridir. Hələ davam edib bunun aşağılarına baxaq. Bax burada belə bir böyük bir zalı var. Bax. Birinci mərtəbədə. 102 min manatadır bu ev. Görürsünüz. Yuxarı tam təmirdir. Mən indi aşağını göstərəm ki, görəsiniz. Bütün otaqlarda da pəncərə var. İşıq, pəncərə, razetka, kulçator hamısı var. İstəsiniz gələcəkdə bunlara bu otaqları qanuni otaq içində düzəltmək olar. Təmir edib yaşayış deyilənlər. Burada da balaca bax belə bir otaqdır. Hamısının pəncərəsi var, işığı var, razetkası var, kulçatoru var. Oranı da göstərin. Bax belə. Davam edək. Deməli, yerləşdiyi ərazi Saray qəsəbəsində birinci Oba marketdən, Üzümlüyə girən Oba marketin yanından keçirsiniz. İkinci Oba market açılıb. Düz ikinci Oba marketin yanındadır bu ev. 12-nin 13-ə evdir. Monolit betonla tikilmiş evdir. 102 min manata qiymətidir. Pəncərələr də şəbəkə pəncərələrdir. Torpağının çıxarışı fərdi yaşayışdır. Yəni evi alıb, kupça alıb, qeydiyyata düşə biləcəyiniz bir evdir. İndi evə baxaq, görək necə evdir. Bax belə, Allah xeyir eləsin, çox qəşəng, həqiqətən yaraşıqlı evdir. Bunu mütləq gəlin baxın. Bu evin koridorudur. Bax, əlimi açıram, görürsünüz əlim. Neçə koridorun eni nə qədərdir? 2 metr koridorun enidir. Kollektor sistemi bax buradadır, görürsünüz yığılıb. Bütün ev boya hamısı istipoldur. Özdə bunun hamam tualeti də ayrı-ayrı deyirsən, hə? Elə baxaq birinci ona baxaq sırası, bax. Bax, buradan gəlirsiniz bura. Bura necə? Paltaryan otağı kimi. Paltaryan otağı kimi nəzərdə tutulub. Buradakı sanitar qovşağımızdır. Hər ikisi istipoldur da, düzdür? Hətta bura bir dənə də əlavə sülka qoymuşsunuz da, bir də bura. Sülka qoymuşsunuz, istipoldan əlavə bir dənə sülkada qoymuşsunuz yeri. Mətbəxinə baxaq. Ay maşallah, mətbəxi də bax belədir. Mətbəxi neçəyədir? 3.35 metrə mətbəxidir. Mebelası keramika vurulub, bütün xəttlər çəkilib, qaza qədər bax burada hazırdır. Yəni buranı bir dəqiqə açılıb, qaz gəlir də. Bax belə, 3.35 metrə bu mətbəxdir. Bax buradan pəncərədən bir dənə baxaq. Bax pəncərədən baxın öz həyətinə 102 min manatadır. Qiymətində mütləq endirim eləyəcək ev sahibi özü. Torpağının çıxarışı fərdi yaşayışdır. Deməli, fundamentli, kəmərli, betonlu evdir. Bax, bu gördüyümüz bu ayağımızın altı hamısı betondur, monolit betondur. İnşallah gələndə yaxından bunların hamısını sizə göstərəcəm. İndi qonaq otağına baxaq, yəni zala. 4 otaqlı evdir. Zal neçədir? 6-nın 4-də də qonaq otağıdır. Qonaq otağında 2 dənə pəncərə var. Bu da öz həyətinə baxır bu pəncərə. Yox, bu pəncərə, buradan məsafə var da, düzdür? Yaxınlaşaq baxaq. O bayaq sizə göstərdim, evin böyrünə keçmək üçün yeri. Bax, o buradır. Bax, buradan ara məsafəsi var. Buradakı birbaşa həyətinə baxan pəncərədir. 2 pəncərəsi var. Bax, zalma onu demək istəyirəm. Davam edək. 4 otaqlı evdir, 102 min manatadır. Qiymətində endirim olunacaq. Ev boydan boya hamısı istif olur. Mətbəxi göstərdim, qonaq otağı göstərdim, sanitar qovşaqlarını göstərdim. İndi yataq otaqlarına baxaq. 3 dənə də yataq otağı var. Bu bir yataq otağı. Neçədir? 4-ün 3.70'ə. Bu yataq otağıdır. 4-ün 3.70'ə. Sonra bu neçədir? 3-ün 3.30'a. Bu yataq otağıdır.
Buna baxaq. Bu deyəsən biraz böyükdür. 4-ün 4'ü də bu yataq otağı. 4 otaqlı evdir. Bu da pəncərələrin setkalarıdır yəqin. Hə, pəncərələrin setkalarına qədər hamısı hazır vəziyyətdədir. Deməli, bir də izah edirəm, zəhmət olsa yaxınlaşın. Saray qəsəbəsində, oradan durun çəkin. Saray qəsəbəsində oba üzümlüyü var. Oba üzümlüyüdən keçəndən sonra ikinci oba market var. İkinci obanın yaxınlığındadır. Bax, hal-hazırda qapının ağzındadır marşrut, xətti keçir Sumqayıt marşrutu. Qaz, su, işıq sayğacları qapıda hazırdır. Kanalizasiyası mərkəzidir. Torpağının çıxarışı fərdi yaşayışdır. Yəni alıb, kupça alıb, qeydiyyata düşə biləcəyiz bir evdir. Qiyməti də 102 min manatıdır. Yəni bu evə gəlib bəyənməmək, buradan nəsə bir nöqsan tapa mümkün deyil. Yenə də gəlin özünüz baxın, bax mən deyənləri özünüz görəcəksiniz. İndi yer olaraq, qiymət olaraq, indi qalıb onları özünüz ev yəsiniz, özünlər danışarsınız. Allah Allah'ın da satanı da xeyir versin. Sağ olun.